Adı biz deyirik dip vein tromboz. Yəni veynilərdə tromboz təşkil tapır. Vein nə mənədir? Bizim 3 cürə damarımız vardır. Damarlar ya sorxrəcdir, ya artri deyirik biz. Bəli. Ya veynidir, siyah rəcdir, ya muyrəcdir. Sorxrəclər onlardılar ki, qəlbidən qanı aparırlar hüceyrələrə. Tamamı bədənin hər yerinə onlar qanı yetirirlər. Veynilər onlardılar ki, qanı qeytərirlər, gətirirlər qəlbə. Bu vəsətdə o əhşada ki, bu oksijen yetişir, məvad-ı qəzai yetişir bu hücrələrə, onlara biz deyirik muyrək. Bu noxoşluqda ki, biz deyirik, bu damarlarda ki, qanı qeytərirlər qəlbə, yəni veynilərdə qan ləxtə olur. Elmi istilahında biz deyirik, tromboz təşkil tapır. Bu bir dənə noxoşluqdur ki, 20-li əxirdə mütəvəccüh oldular. Bir dənə arizədir, bəzi cərrahlıqlardan sonra görüşür, bəzi əməliyyatlardan sonruşu görüşür. Bəzi vaxt beduni əməliyyat cərrahi də bu görüşür. İndi deyəcəyik ki, hansı noxoşluqlarda biz bunu görürük. Bunun pəs adı olur dip vein tromboz. Bəli, çox gözəl. Maraqlı nöqtədir. Mən təxminən bir neçə həftə bundan öncə doktor bizim yaxın dostlarımızdan birisinə əməliyyat olmuşdu. Onda amboli adlanan bir, dedilər yenə də belə bir şey, oxşar, buna oxşar bir şey. O da budur ya başqa bir şey? Amboli bundan naşi olur. O zaman ki, ləxtə təşkil tapır damarın içinə, biz adına deyirik tromboz. O zaman ki, ləxtə qopur oradan. Gəlir cəryanı xunda gedir müxtəlif orqanlarda bir yerdə gir eləyir. Ona biz deyirik amboli ki, çox öldürümcü bir halətdir. Yəni təhlükəli bir şeydir. Çox gözəl, bu maraqlı mövzudur. Doktor, bu səbəbləri müəyyəndir ki, nələr buna səbəb olur? 3 dənə amil olur. O əvamili ki, gəlir, bais olur ki, qan cəryanının sürəti azalsın. Məsələn, biri ki, yatıbdır. Biri ki, bir əməli cərrahı olub biləsinə çox yatır, durub dolanmır haləti adi təkin, hər gün zindəcanlığı təkin. Bəli. İkinci odur ki, xod qanda bir seri faktorlar bais olurlar ki, bu ləxtə olmaq çoxtər olsun. Məsələn, nə mənə? Qəliz qan olsun. Bunu biz kimlərdə görürük? Siqarilərdə görürük. Ki, qanları qəliztərdir. Siqarın başqa ziyanları. Üçüncü amili o zamandır ki, bu veynilərin divarələrində bir dənə arıza olmuş olsun. Məsələn, bir zərbə dəyibdir, bir dənə troma dəyibdir. O bais olubdur ki, indi bunları rizbəriz xitasıya ərz edəcək. Səbəbləri bunlardır. Onda biz hər halda əsas, yəni bir xəstə əgər bir nəfər əməliyyat olursa, bu 3 amilin demək yaranmamasına çalışmaq lazımdır. Biz ona deyirik, o şey ki, siz buyurursunuz ki, yaranmasına, biz ona deyirik profilaksi. Farsidə deyirik profilaktika. Bəli, bu. Gəlirik, nə edirik? Mərizə bir seri dava veririk, ya bir seri tövsiyələr edirik ki, indi rizbəriz deyəcək ki, neynəsinlər? Bu arıza qabağa gəlməsin. Amma yenə də görünür, elədir doktor. Bəli. Şuyuğu çoxdur. Yəni, ildə deyilir ki, bu arizə hər 1000 nəfərdən 3-ündə görüşür. Çox-çox şayiədir. Yəni, siz elmi cəhətdən mövzuya baxdıqda və bu istatistikləri bildikdə, siz buyurursunuz ki, bu yuxarı faiz. Yuxarıdır. Yəni, məsələn, siz 1 milyon cəmiyyətdə, onda məsələn 3000 nəfər bu arizəyə duçar olurlar. Böyük şəhərlərdə çoxtər görüşülür. Bəli. Xatırlayın ki, bu cəmiyyət çoxdur. Ona görə bu şayiə noxoşluqlardan ki, hər 1000 nəfərdən 3-dən şey olubdur. Nəinki son illərdə daha çox olsun. İndi daha çox bilirsiniz. Bu bir noxoşluqdur ki, 20-li əxirdə, yəni bu taza 20 ildə mütəvəccüh olublar. Bilmirdilər. Görürdülər ki, məriz bu arızıya duçar olur, müşkül qabağa gəlir biləsinə. Xuday nəkərdə təhlükəli olur biləsinə. İllətin axtardılar, gördülər ki, illəti budur. Və bunun neynədilər? Profilaksin başladılar ki, bu arızə azalsın. Görüşməsi, pəs dedik, hər 1000 nəfərdə, 3 nəfərdə ildə görüşür. Bəli, bunu pişir elirlər. Ya testlər dərmanı elirlər. Testlər dərmanı elirlər ki, o təhlükəli arızələr görüşməz.